Salam səhifəmin dəyərli izləyiciləri. Bugün asan və pratik tort resepti ilə qarşınızdayam. İlk öncə 5 ədəd yumurtanın ağı ilə sarısını ayırıram. Yumurtanın ağına 1 stəkanın yarısından şəkər tozu, 1 çay qaşığının ucuna duz əlavə edirəm. Yumurta ağını ağarına qədər mikserlə çırpıram. Bu hala, yəni krem halına gəldikdə, tam ağardıqda, hətta qabı tərs çevirdikdə düşmürsə, demək ki, kremimiz hazırdır. Bu şəkildə hazırlayıram yumurtanın ağını. Bunu bir kənara qoyuram. Yumurtanın sarısına isə 1 stəkanın yarısından pesok, 1 paket vanil, 200 qaşıq isə qaynanmış ılıq su əlavə edirəm. Mikserlə çırpıram. Yumurtanın sarısı da krem halına gəldikdə, demək ki, hazırdır. Onu başqa bir qaba alacağam indi. Daha sonra üzərinə 1 stəkanın yarısından, yəni 250 ml stəkanın yarısından sıvı yağ əlavə edirəm. Bunu da mikserlə çırpıram. Bunu da hər birini tam yağ həll olana qədər mikserlə çırpıram və üzərinə 2-3 yemək qaşığı kakao və hazırladığım yumurtanın ağını əlavə edirəm. Mən də 2 stəkan un getdi, 1 paket qabartma tozu. Onu isə hissə-hissə tökmənizi məsləhət görərəm ki, kekin kıvamını nəzərə ala biləsiniz. Budur, kekin kıvamı bu şəkildə olmalıdır. Mən dairəvi kek qalıbından istifadə etdim. 180 dərəcədə ağzını açmadan 35-40 dəqiqə bişirdim. Kremi üçün isə 200 qram kərə yağı, 1 paket vanil, 1 qutu skuşonka əlavə etdim. İlk öncə kərə yağını öncədən mikserlə çırpıram. Daha sonra hissə-hissə skuşonkanı əlavə edirəm. Çalışın kremimiz çürüməsin. Bu şəkildə olduqda krem hazırdır. Və kekim çıxıbdır, onu dilimləmişəm 3 hissəyə, qalan ovuntunu üzəri üçün saxlamışam. Öncədən hazırladığım şərbət ilə kekimi isladıram, kremimi yaxıram. İçli üçün isə mən banandan istifadə etdim. Hər 3 qatı bu şəkildə hazırlayıram, ovuntunu üzəri üçün tökürəm. Budur, kekim hazırdır, yəni tortum hazırdır. Səhifəmi izləyib abunə olmağı unutmayın. Göz haqqınızı halal edin. Hər birinizə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Seni gamli gör